Salam, hər vaxtınız xeyir. Bugün 2 avqust bəzi BB qəbul suallarına baxacaq. Suallar qarışıqdır, həm səhər, həm günorta. Ola bilər bəzi tələbələr desin ki, bu bizə düşməmişdir, çünki qarışıqdır. Birinci sualla başlayaq. Deyir, internetdə informasiyanın həcmi 1200 megabit olan məlumatın 40%-i 5 megabit, qalanı isə 15 megabit sürətlə ötürülərsə, bizdən ötürülməyə sərf olunan zamanı istəyir. Əslində sualda bəzi tələbələr əsasən, yəni BB-lər faizə görə megabiti görür. Yəni düşünür ki, sual çətindir. Heç elə deyil. Adi sürət düsturundan. Sürət nəyə bərabərdir? Həcmin zamana nisbətidir. Yəni lap aydın şəkildə yazaq. Həcm bölünsün zaman. Yəqin ki, faizi hamı tapa bilir. 1200-ün 40%-in birinci gəlin tapaq. Ədədin faizini tapmaq üçün ədədi faizə vurub 100-ə bölmək lazımdır. Cavab eləyəcək 480. Aha. Deməli 480 megabit deməli informasiya 5 megabit saniyə sürətlə qalan hissə 1200-dən 480-ə çıxanda neçə eləyəcək? 720. 720 megabit üçün baxın. Bunun üçün olan sürət nə qədərdir? 5 megabit bölü saniyə. 720, yəni qalan üçün olan sürət nə qədərdir? 15 megabit bölünsün saniyə. Okey, bura qədər məncə hər kəsə aydındır. Biz zaman tapmaq üçün nə etməliyik? Baxın, lap ox işarəsi qoyuram. Buradan zaman bərabərdir həcmin sürətə nisbəti. Deməli, birinci vəziyyət üçün gəlin zamanı tapaq. Tez zaman nəyə bərabərdir? Həcm bölünsün sürət. Həcm nə qədərdir? 480. Bəs yaxşı, bunun sürəti nə qədərdir? 5. Heç nə. Nə eləyəcək? Biz ən sadə 480-i böləcək biz 5-ə. Cavab da eləyəcək 96. 96. İkinci vəziyyətdə T nəyə bərabərdir? Yenə həcmin zamana nisbəti. 720-ni böləcəm 15-ə. Haradasa 720-ni 15-ə böləndə eləyəcək 48. Yəni həm 96, həm də 48 saniyə sərf olunur. Təbii ki, ümumi həcm neymiş zamanı istəyirsə, bu ikisini toplayacaq. Nəticə bizə verəcək 144. Bu həcmdə bunu hamı əzbərdən bilsin. Keçək növbəti suala. Deyir ki, əməliyyat sistemləri seç. Çox primitiv bir sualdır. Əməliyyat sistemləri hansılardır? Windows, Linux, Unix, MS-DOS, Solaris, NetWare, QNX, OS2. Baxın, Unix əməliyyat sistemidir. PowerShell əməliyyat örtüyüdür. Ondan sonra PowerShell əməliyyat örtüyüdür. Daha doğrusu PC Shell əməliyyat örtüyüdür. PowerShell bir proqramdır. Yəni əməliyyat sisteminə əlaqəsi yoxdur. Təbii ki, Windows əməliyyat sistemi, Macintosh əməliyyatdır, Ubuntu əməliyyatı. Sonu Commander olanlar örtük hesab olunurdu. Sonra NetBeans inteqrallaşdırılmış mühit idi, hansı ki, instrumental proqramlara aid idi. Cavab olacaq 1, 3, 5 və 6. Növbəti suallara gəlin baxaq. Lokal qlobalın arasındakı fərqi istəyir bizdən. Biz bilirik, lokal şəbəkə məhdud bir ərazini əhatə eləyir. Amma qlobal şəbəkə bütün dünyanı əhatə eləyir. Yəni daha böyük uzaq məsafələr nəzərdə tutur. Və baxın, A variantı bizim düzgün cavabımız olacaq. Dördüncü sual. Mətn fraqmentində bütün hərflərin böyüklə olmasını istəyir bizdən. Bunun üçün biz Word-də font length qrupunda, hansı ki, Home-da yerləşir. Orada change case əməliyyatında orada biz yerinə yetirə bilərik uppercase-i. Uppercase hamısını böyük eləyir. Zaten baxın, tərcümə hissəsində burada qeyd edilir. Böyük hərf. Word rekordumda da var bu. İndi buna oxşar test Word testimin içərisində də mövcuddur. Word rekordunu səhv eləmirəmsə, bəli, yerləşdirmişəm YouTube kanalına var, oradan baxa bilərsiniz. B variantını gəlin saxlayaq. Caps Lock düyməsini, bunu adi kompüter istifadə edən hamı bilir ki, Caps Lock aktiv olduğu vaxt bütün hərflər böyük olur. Özü deyil ki, baxın, mətn daxil etməzdən əvvəl. Əgər desəydik ki, mətn yazıldıqdan sonra Caps Lock basılsa, yəni elə bir şey yoxdur. Mətni seçib font dialoq pəncərəsinin all caps, yəni bütün hərflər böyük eləyəcək, bu düzdür. Bunu Ctrl-D ilə də aça bilərik həmin pəncərəni və yaxud da fontun son aşağı küncündə ox işarəsini klikləməklə də açılan pəncərədən bunu həyata keçirtmək mümkündür. Shift F3
Bəli, yazının registrini dəyişmək üçündür. Materialımda var, daha doğrusu öz kitabımda var bu. Shift F3 özdə bir neçə dəfə basmaqla bunu həyata keçiririk. Yəni bir dəfə basanda olmur. Birinci uyğun olaraq hamısı bəziləri böyük, bəziləri kiçik olur, amma ardıcıl bir neçə dəfədən sonra görürük ki, hamısı böyük registrdən yazılmış oldu. Bir də bir qayda demişdim. Demişim Shift düyməsindən istənilən bir düyməni bir yerdə basdıqda hərf böyük olur. Amma burada elə deyil. Deyil, mətni seçib Shift düyməsinə basmaq. Yəni bu heç bir işə yaramır. Yəni heç bir aktivlik görməyəcəksiniz. Elə onun üçün cavab olacaq B variantı. Əslində çox sadə sualdır. Dəfələrlə buna uyğun testlər, kvizlər işləmişik. Bunu elə öz testimin içərisindən kopyalamışam. Gəldi qəbula da düşdü. Ad nədir? Öz tələbələrimə səslənirəm. Baxın, həmişə mən nə deyirdim? Mənim o 100-ə yaxın PowerPoint testimi işləyin. Çox vaxt qəbul elə oradan sual düşür. Həqiqətən də baxın, elə oradan sualdır. Baxın, bu ulduz düyməsi onu bildirir ki, işarəsi. Ya slayder ya da onun içindəki hansısa bir obyektdə keçid effekti verib. Buna uyğun variantımız olacaq. Baxın, B variantı. Bilir ki, slaytlara keçid eləmək transitionda, obyektlərə keçid etmək isə animationdadır. Obyekt animation ikisi də site-lə başlayır. Transition slide ikisi də summit-lə başlayır. Bu formada da yadda saxlaya bilərsiniz. Növbəti sual. Bizdən tətbiqi proqram paketinə aid olanı istəyir. Tətbiqi proqramlar nə üçündür? Sırf bizə xidmət edənlər idi, istifadəçiyə yəni. Antivirus ola bilməz. Çünki antiviruslar sistem proqramıdır. Sistem proqramları iki yerə bölünürdü. Baza, servis. Elə buradan bazanı da çıxa bilərik. Sonra translatorlar nəyə aid idi? Instrumental proqram təminatına aid idi. İlkin proqramı maşın dilinə çevirmək üçün idi. Translatorun içində vardı interpretator, bir də vardı kompilyator. İnterpretator hissə-hissə çevirirdi. Kompilyator isə komple sözündən idi. İlkin proqramı bütövlükdə maşın dilinə çevirirdi. Eyni zamanda instrumentala proqramlaşdırma dilləri, proqramlaşdırma sistemləri, proqramlaşdırma mühiti, translator hamısı instrumentalın içində idi. Tətbiqi proqramlara deməli, ümumi təyinatlı, üsul yönlü, problem yönlü, qlobal kompüter şəbəkələr üçün. Elə o variantları çıxıram 1, 3, 4, 7-dən çıxandan sonra variant alınır. 2, 5, 6 və 8. Olduqca sadə sual idi. Ümumiyyətlə, bu BB imtahanı o qədər də ağır düşməyib. Uyğunluğu müəyyən edin soruşur. Faylın sürəti üçün bakı genişlənməsi vardı. Əməliyyat sistemində böyük bir cədvəlimiz var bizim. Orada bunların hamısı qeyd olunur. Deməli, səhv gedəcək birə. Mətn faylları docla başlayanların hamısı docdur, docx-dır, dotdur, dotm-dir, docm-dir hamısı. Y olacaq textdir, RTF. Bu notepad-in, RTF isə WordPad-in fayl genişlənməsidir. A-yə gedəcək, verilənlər bazası. Sonu DB ilə bitənlər eyni zamanda dat olan. Elə data sözünün qısaldılmışdır. Çünki verilənlər ingiliscə nə deməkdir data? Deməli, B ilə də D olacaq buca. Bu da rahat sual idi. Buna yenə də bu sual bizim materialda var. Deyir ki, 40 səhifəlik sənəd var. Kursol hal-hazırda 27-ci səhifədədir. Bizdən nə soruşur burada? Deyir, əgər Go to pəncərəsinə plus 15 yazsam, neçənci səhifəyə keçid eləmiş olar? Əgər kursorum mənim hal-hazırda 27-dədir. Mən üzərinə 15 gəlsəm, bu olacaq 42 yazılacaq. 42 ola bilməz. Çünki bizim sənədimiz maksimum 40 səhifədən ibarətdir. Deməli, olacaq elə 40. Yəni, düzgün cavabımız olacaq C variantı. Əksər tələbə 42 yazır. 42 necə olsun? 40-da dayanır kursor. Yəni, yoxdur. Onun elə bir yolu orada dayanırdır. Başqa bir yolu yoxdur keçid eləyəsi. Sonra uyğunluğu müəyyənləşdirin soruşur. Buna uyğun da dəfələrlə işləmişik. Testimizin içində də var, quizlərdə də var. Mətni funksiyalar plan, left, right. Deməli B olacaq. Burada bu arada bir şey də qeyd edeyim. Tələbələrim dedi ki, mənim bu situasiyada tapşırıq vardı, amma sırf funksiyaların bəzi tam adları yadımda qalmamışdı. Ola bilər orada bəzi başqa funksiyalar desin. Onun üçün ümumiləşdirirəm. Riyazi funksiyalara aiddir. Sum if, ondan sonra pover'dir, ABC'dir, faktorialdır, product'dır. Bunlar
riyazidir. Qəbula düşənlər ancaq bunlardır. Məntiqi funksiyalar hansılardır? If'dir, not'dur, true'dur, false'dur, and'dir, or'dur. Statistik funksiyalar maksimum, minimum, average, ondan sonra count, count if, count blank, count up hamısı statistik idi. Mətnini də bayaq dedik, learn, left, right. Deməli, if gedəcək məntiqi funksiyalara, power gedəcək riyazi funksiyalara, maksimum heç birisinə aid olmayacaq. Sum'u dedik, len'i dedik, if'i dedik, power'i də dedik bu şəkildə. Riyazi funksiyaları eyni zamanda A-da aiddir. A-nın D. Aha, bu da testimizde olan bir sualdı. Sade sualdı. Bizden soruşur ki hardadır bu? Tələbələrime həmişə dediyim bir söz var. View varsa təbii ki view'nun içindədir. Eyni zamanda view lent qrupunda olanlar sona. Baxın W-la bitirir. Window'da, Show'da, View'da, Master View'da. 4 dənə lent qrupu W-la bitirsə deməli view'nun içindədir. Hansı variant? D variantı. Müxtəlif struktur rejimlərində işləmək üçündür. Belə, inşallah növbəti sualları da başqa videolarda yerləşdirəcəm. Hələ ki, əlimdə olanlar bunlar idi. Oldu. Sağ olun.